May ayının 10-da Salyan rayonunda Azərbaycan xalqının ümumilli lideri, dünya şöhrətli dahi siyasətçi Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunan silsilə tədbir keçirilib. İlk olaraq şəhərin mərkəzində yerləşən Heydər Əliyev adına parkda ümumilli liderin ucaldılan möhtəşəm abidəsi ziyarət olunub. Mərasimdə Salyan rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, mədəniyyət, səhiyyə, təhsil adamları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib. Yüzlərlə sakin abidə önünə gələrək gül çiçək dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar. Ümumilli liderin Azərbaycanın ən tali yüklü və çətin dövrlərində üzərinə götürdüyü tarixi məsuliyyətdən və formalaşdırdığı dövlətçilik modelinin bu gün də uğurla davam etdirilməsindən bəhs olunub, onun rəhbərliyi altında Respublikanın iqtisadi, siyasi və mədəni sahələrdə əldə etdiyi mühüm uğurlar vurğulanıb. Sonra mərkəzi meydanda geniş konsert proqramı təqdim edilib. Çıxışlarda müasir Azərbaycanın banisi Heydər Əliyevin bütün ömrünü dövlətin, xalqın mənafeyinə sərf etdiyi xüsusi vurğulanıb. Bildirilib ki, məhz Heydər Əliyevin gərgin əməyi və uğurlu siyasətin nəticəsində Azərbaycan bütün dünyaya günəş kimi doğub. Dahi şəxsiyyət Heydər Əliyev siyasi fəaliyyəti boyu inkişaf edən, milli dəyərləri ilə tanınan xarici dövlətlər arasında özünə layiqli yer tutan güclü Azərbaycan naminə böyük əzmlə çalışıb və dönməz prinsipləri, misilsiz tarixi xidmətləri ilə adını dünyanın ən nüfuzlu liderləri cərgəsinə daxil edib. Konsertdə Respublikanın və rayonun incəsənət ustalarının ifasında Ulu Öndər Heydər Əliyevə həsr olunan, eləcə də dahi liderin vaxtilə sevdiyi mahnılar səsləndirilib. May ayının 10-da Lənkəranda da müasir Azərbaycan dövlətinin qurucusu ümumilli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü ehtiramla qeyd olunub. Səhər saatlarından başlayaraq Ulu Öndərin adını daşıyan Xatirə Parkında əsl xalq izdihamı yaşanıb. Lənkəran şəhər icra hakimiyyətinin başçısı Talih Qaraşov rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri Ulu Öndərin əzəmətli abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərə öz ehtiramını bildiriblər. Daha sonra Ulu Öndərin abidəsi önündə ümumxalq ziyarəti başlanıb. Sonda tədbir iştirakçıları Lənkəran şəhər Heydər Əliyev mərkəzinin foyesində nümayiş olunan Heydər Əliyev və Mədəniyyət adlı fotosərgi ilə tanış oldular. Sərgidə ümumilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini, milli mənəvi dəyərlərimizin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətini əks etdirən fotolar nümayiş olunub. Əyyub Türkay, Kürçaylı Məmmədov, Hüseyn Rızazadə, Eldəniz Qurbanov, Salyan, Lənkəran.